Salam mənim kanalımın seyirciləri. Yeni ildə ilk dəfədir ki bu temada danışıram. 2026'da. 11-12 min il bundan öncə əkinçiliyin inkişafı ilə əlaqədar insan oturaq həyata başladı. Bundan yəni 11-12 min il əvvəl ovçuluq daha çox idi. Və ovçu da ya sağ qalmaq üçün, bax burada haşiyə, qida tapmaq özü də sağ qalmaq xətrinə idi. Ya sağ qalmaq üçün şikar dalıca qaçırdı, ya da ki yenə sağ qalmaq üçün, həyatını xilas eləmək üçün özü şikar ov idi. Vəhşi heyvanlar, yırtıcılar buna qida kimi baxırdı. 11-12 min il bundan öncə şəhərsalma inkişaf elədi, əkinçiliyin inkişafı ilə əlaqədar insan oturağı həyata keçdi və bütün dinlərin yaranma tarixləri də bu illərə düşür. Həqiqi ibadət mənəvi aləmdir. Musiqi, şeir, ədəbiyyat mənəvi aləmdir. Mədhiyyəsiz şeir, musiqi, ədəbiyyat. Və bütün bunlar insanın bir nömrəli düşməni olan zamanı ləngidir. Bədii ədəbiyyat, şeir, musiqi, həqiqi ibadət, bunlar hamısı mənəvi aləmdir və insanlar bir yerə toplum şəklində yığışıb ibadət elədikdə şeir aləmi, musiqi aləmi, mənəviyyatdan danışdıqda sözün əsl mənasında, istəyirsən get kvant fizikasını oxu, zamanı ləngidir. İndi isə həyatın axarı elə bir ana gəlib çatıb ki, indi həyat sırf materializmdən ibarətdir. Sən yenə o 11-12 min ildən öncəki kimi ancaq sağ qalmaq üçün, qida tapmaq üçün çalışmalı olursan. Və mən öləcəm, övladım məni yadına sala bilməyəcək. Yer kürəsinin resursları tükənir. Daha kəskin mübarizə gedir sağ qalmaq uğrunda. Onu sentimentallığa qapılıb saatlarla məsciddə oturub atasını, anasını yad eləməyə və yaxud da ki, bədii ədəbiyyat məclisində oturub şeirlər söyləməyə filan artıq vaxtı olmayacaq. Bu bir futuralistik proqnozdur. Mən bilmədiyim şeyi heç vaxt demirəm və övladlarımızdan inciməyə dəyməz. Onlar daha kəskin mübarizəyə qoşulacaq.